kasıbın balaları hazırlaşın. Paşinyan seçilsə, İlham Əliyev Zəngəzur deyə qısqırdacaq sizi. Soxacaq Zəngəzura. Bəli, Rusiya basacaq Zəngəzura. Görəcəksiniz. Daxildə ixtişaş yaradacaq. Xaricdən Əliyevi soxacaq. Baxın, Rusiya heç bir vaxt Gürcistan üzərindən Ermənistana silah soxamayacaq. Nə də hava nəqliyyatından soxa bilmir. Ancaq Naxçıvan ərazisindən soxur. Dəyərli həmvətənlər, Naxçıvan ərazisindən. Ermənistanı qarışdırmaq üçün. Onlar da İrana da soxurlar. Mossad'ın bilməmiş olmaz. Yəqin Rusiya ilə razılaşırlar. Mənə İrandakı ajanlarımı silahlandırmaq lazımdır. Oradakı müxalifləri. Ermənistanda da müxalifləri silahlandırmaq lazımdır. Davay, dayanmadan Naxçıvan vasitəsilə Rusiyada Ermənistandakı müxalifəti silahlandırsın. Əlbəttə ki, necə ki Azərbaycan bu ermənilər Qarabağda əməliyyata başlayanda bu planlı bir iş idi. İsrail dəstəkdən başqa heç nə eləmədi Rusiyanın əməliyyatına. İndi də İsrailə lazım olan əməliyyata Rusiya da dəstək verəcək. Rusiyanın İsrail üzdə düşmən olsa da silah İran belə dalda müttəfiqdirlər. Dəyərli həmvətənlər, bütün Rusiyanın başında duranların, bütün biznes sahələrinin başında Yahudilərdir. Yahudilərdir. Bütün Rusiya Yahudilərin əlindədir. Bunu Rusiyadaşlar çox yaxşı bilir. Hər şey, iqtisadiyyatı, bank sektoru, hər şey Rusların əlindədir.